Değerli izləyicilər, hər birinizi salamlayıram. Mən biologiya müəllimi Ümid Məmmədov. Xoş gördük hər birinizi. Bildiyiniz kimi həm abituriyentlər üçün şans imtahanı olacaq yaxın zamanda, həm də biologiya müəllimləri üçün sertifikasiya imtahanı olacaq iyun ayının 24-də. Həm müəllimlərə, həm də şagirdlərə, abituriyentlərə imtahanda uğurlar arzulayıram. Ümid edirəm ki, hər biriniz gözlədiyiniz nəticəni əldə edə bilərsiniz. Və sizə dəstək olmaq üçün e, bir özümün hazırladığım bir sınaq paylaşmaq istəyirəm. Sınağımız əhatə edəcək botanika, zoologiya, insan biologiyası, sitologiya və ali sinif fəaliyyəti bölmələrini. Yəni baxmayaraq ki, bu abituriyentlər üçün 30 sual, yəni qəbul imtahanı çərçivəsində hazırlanan sınaqdır. Həmçinin müəllimlər də özlərini yoxlamaq üçün testimizi işləyə bilərlər. Və əgər testi işləyib yoxlamaq istəyən varsa, onlar üçün testi əvvəlcə axıra qədər göstərəcəm. İşləmək istəyənlər videonu dayandırıb testi işləyəndən sonra izahları izləyə bilərlər. Zəhmətə hörmət olaraq əgər testimizi, izahımızı bəyənsəniz, kanalımıza abunə olmağı, bəyənməyi və paylaşmağı unutmayın. Və keçid alırıq testimizə. Əvvəlcə göstərim testləri sizə. Aha, axıra qədər testi ekrana verdim və 26-27-ci suallarda buyurun. Hər birinizə uğurlar arzulayıram. Bu da situasiya suallarımız. Və testi əvvələ veririk və başlayırıq izahına. Birinci sualımız insan skeletinin şəkildə göstərilən hissəsi, yəni gördüyümüz kimi bu yuxarı ətraf skeletidir. Həm qurşaq, həm sərbəst hissə birlikdə verilib. Və birinci fikrimiz borlu sümüklərə malikdir. Bəli, malikdir. Qısa sümüklərə malik deyil fikri yanlışdır, çünki malikdir. Qurşaq və sərbəst hissədən ibarətdir. Bəli, döş sümüyü ilə birləşmə əmələ gətirir. Bəli, körpücük hissədən. Oynaqlara malik deyil, yanlışdır, çünki malikdir. Yalnız qırmızı sümük iliyinə malikdir. Xeyr. Uzun borlu sümüklərdə həm də sarı sümük iliyi var. Altıncı fikir yanlışdır. Yəni, doğru cavabımız 1, 3 və 4 olacaq C variantı. Keçid alırıq növbəti sualımıza. İkinci sualımız. İnsanda öd ifrazı pozularsa ilk növbədə hansı proses pozular? Yağların həcmi prosesi pozular, qida qalıqları anusa doğru hərəkət etməz, mədədə turş mühit yaranmaz, tülallar ağız boşluğunda parçalanar, mədədə sulfat turşu ifraz olunur. Burada A variantı olacaq, çünki öd yağların mexaniki həzmində iştirak edir. Ona görə A variantı ikinci sualımızın doğru cavabıdır. Üçüncü sualımız, aşağıda göstərilənlərdən hansı doğru deyil? Xlamidonuna da yosunu cinsi və qeyri-cinsi yolla çoxalır. Bu fikir doğrudur. Qıcının cinsi nəsli yetkin bitkidir. Qıcının cinsi nəsli protaldır. Bu doğru deyil. Buğdanın çiçəkləri saplaqsızdır. Bəli, mürəkkəb sümbül çiçək qrupuna malik olduğuna görə şamın toxumları bir ədəd pərdəvarı qanacığa malikdir. Bəli, doğrudur. Aloe və agava bitkilərinin yarpaqlarında ehtiyat halında su toplanır. Bu fikir də doğrudur. Yanlış fikir B variantı oldu. Doğru cavabımız B variantı. Davam edirik. Növbəti sualımız. Aşağıdakı göstərilənlərdən hansılarının sayı eynidir? Kələmin bir çiçəyindəki erkəcik sayı ilə kartofun bir çiçəyindəki ləçək sayı. Kələmin bir çiçəyində erkəcik sayı 6-dır. Kartofun bir çiçəyində ləçək sayı isə 5-dir. Bərabər deyil. Göyərçinin caynaqlı barmaqlarının sayı ilə göz qapaqlarının sayı. Caynaqlı barmaqlarının sayı
8-dir, çünki arxa ətraf barmaqları caynaqlıdır. Göz qapaqlarının sayı 6-dır. Deməli, bu da bərabər deyil. Çay xərçənginin yerimi ayaqlarının sayı ilə hörümçəyin gözlərinin sayı. Çay xərçənginin yerimi ayaqlarının sayı 5 cütdür, yəni 10 ədəd. Hörümçəyin gözlərinin sayı 4 cütdür, yəni 8 ədəd. Göl ilbizinin ürək kameralarının sayı ilə xanı balığının bədəndəki qan növlərinin sayı. Göl ilbizinin ürək kameralarının sayı 3-dür. Xanı balığının bədəndəki qan növlərinin sayı 2-dir. Yalnız arterial və venoz qan var. Bitki toxuması qruplarının sayı 6-dır. Heyvan toxuması qruplarının sayı isə 4-dür. Deməli, 6, heyvan toxuması qruplarının sayı 4. Və burada hansının sayı eynidir? Hardasa yəqin ki, səhv eləmişəm. Deməli, göl ilbizinin ürək kameralarından göl qurbağası üzr istəyirəm 4-cü sual D variantında göl ilbizinin ürək kameralarının sayı 2-dir. Mən göl qurbağası düşünmüşəm, ona görə 3 qeyd eləmişəm. Burada D variantı olacaq. Doğru cavab hər ikisində 2 olduğuna görə doğru cavabımız olur D variantı. Növbəti sualımız 5-ci sual. 5-ci sual. X və Y-yi müəyyən edin. Şəkildə göstərilən orqan bildiyimiz kimi sidik hissəsidir. Yerləşdiyi əsas bədən boşluğu çanaq boşluğudur. Aid olduğu orqanlar sistemi isə ifrazat sistemidir. Çanaq boşluğu və ifrazat sistemi Y variantı sualımızın doğru cavabı. Davam edirik 6-cı sualımızda. Euler-Venn diaqramına əsasən uyğun bəndi müəyyən edin. Protonema və protal verilib. Deməli, rizoidlərə malikdir. Hər ikisinin rizoidi var. Ona görə biri yazarıq ortaya. Mamırın ilk cücərtisidir. Mamırın ilk cücərtisi protonemadır. 2. Qıcının ilk cücərtisi protaldır. 3'ü yazdıq 2'ye. Spordan inkişaf edir. Spordan inkişaf edir hər ikisi. Deməli, 4'ü yazarıq ortaya. Üzərində qamətlər yaranır, bu protala aiddir. 5'i yazarıq protala. 6 üzərində tumurcuqlar inkişaf edir, tumurcuqları olur. 6'ını da yazarıq protonemaya. Deməli, 1'ə 2, 6, 2'yə 3, 5, 3'ə 1, 4. 2, 6, 3, 5, 1, 4 B variantı olur sualımızın doğru cavabı. Davam edirik 7-ci sualımızda. Bakteriyaların xüsusiyyətlərinə aid deyil. Əlverişli şəraitdə spor əmələ gətirirlər, A bəndi deyir. Bu aiddir. Ribosomlara malikdirlər. Bu aiddir. Bəzilərində hərəkətə xidmət edən qamçı vardır. Bəli. Lizosoma malikdirlər. Xeyr, malik deyirlər. Hüceyrə divarına malikdirlər. Bəli. Sualımızın doğru cavabı olur D variantı. Qarğıdalının bütün çiçəklərinin dişiciyə malik olduğunu söyləmək olarmı? Qarğıdalda 2 cür çiçək qrupu olur. Süpürgə çiçək qrupu və qıça çiçək qrupu. Süpürgə çiçək qrupundakı çiçəklər erkək, qıça çiçək qrupundakılar isə dişidir. Bütün çiçəkləri dişiciyə malikdirmi? Xeyr. Süpürgə çiçək qrupunda dişicik olmur. Deməli, olma cavablarına baxarıq. Olma cavabı B və C variantlarında var. Çünki onun başlıq çiçək qrupuna malik olan çiçəklərdə dişicik olmur. Onlarda başlıq çiçək qrupu olmur. Ona görə B də olmaz. C-də deyir olmaz. Çünki onun süpürgə çiçək qrupuna malik çiçəklərində dişicik olmur. Bəli, C variantı olur sualımızın doğru cavabı. Növbəti sualımız 9-cu sual. Yastı qurdlar tipinin nümayəndələrində rast gəlinməz. İki tərəfli simmetriya rast gəlinir. Bir istiqamətli həzm sistemi rast gəlinmir, çünki onlarda anal dəlik yoxdur. İki istiqamətli həzm sistemi rast gəlinir. Sayı dəyişməklə gedən inkişaf rast gəlinir. Bəzən bədən üzərinin kirpiklərlə örtülü olması da kirpikli qurdlar sinifində olur. B variantı sualımızın doğru cavabı. 10-cu sualımız şəklə əsasən sinir sisteminin göstərilən hissələri və onların funksiyaları arasındakı uyğunluğu müəyyən edin. Əvvəlcə biz bu hissələri gərək müəyyən edək. Deməli, bir beyin körpüsüdür. Beyin körpüsü. 2 uzunsov beyin. 3 isə beyincikdir. Və həzm sisteminin fəaliyyətini tənzimləyir, bu uzunsov beyinə aiddir. Deməli, A bəndini 2-yə yazarıq. İradi hərəkətləri və müvazinəti tənzimləyir, bu beyinciyə aiddir. 3-ə yazarıq bunu.
Uzunsov beyni yarımkürələrin müxtəlif şöbələri ilə əlaqələndirir. Bu beyin körpüsüdür. C bəndində 1-ə. 1-ə C, 2-yə A, 3-ə B. C, A, B olur B variantı sualımızın doğru cavabı. Keçid alırıq 11-ci sualımıza. 11-ci sual. Şəkildə göstərilən şəkildə aşağıda göstərilənlərdən hansı yoxdur? Soğanağın şəklidir və variantlara baxa görək hansı yoxdur. Deməli, əsas kök yoxdur, çünki bu vegetativ çoxalma formasıdır. Vegetativ çoxalmada əsas kök olmur. Ətli quru pulcuqlar olur, dibcik olur, təpə tumurcuğu da olur. 12-ci sualımız. Çılpaq toxumlu bitkilərdə toxumun əmələ gəlməsi zamanı mayalanmada neçə qamət iştirak edir? Çılpaq toxumlu bitkilərdə bilirik ki, 2 qat mayalanma olmur. Sadəcə bir spermi və bir yumurta hüceyrə iştirak edir. B variantı olur sualımızın doğru cavabı. İnsanda sidik axarlarının sayı sidik ifrazat sistemi orqanlarının ümumi sayının təqribən neçə faizini təşkil edir? Sidik axarları 2 ədəddir. Ümumi sidik ifrazat sistemi orqanları 2, böyrək 2, sidik axarı, sidik hissəsi, sidik kanalı 6-dır. 2-ni 6-ya bölüb 100-ə vursaq, bu da təqribən eləyəcək 33,3%. Yəni A variantı doğru cavabımız. 14-cü sualımız sayı bir cütdür. Aklanlarda lamisə çıxıntıları bəli bir cütdür. Çağ xərçənginin fasitli gözləri o da bir cütdür. Cavabımız elə A variantı olacaq yəqin ki. Anadontanın ürək kameraları 3-dür. Nereidin gözləri 2 cütdür. İnfuzor tərli infrazot vakulu 1 cütdür. Yaşlı evlənən xromatoforu isə 20-25-dir. Ona görə də bənd olmaz. Göl ilbizinin ayağı təkdir. Qarşıda örümçəyin bığcığı da olmur. A variantı 14-cü sualımızın doğru cavabı. 15-ci sualımız. Buğumayaqlar tipinin bəzi nümayəndələrində rast gəlinən şəkildəki orqan haqqında hansı fikir doğrudur? Şəkildə traxeya verilib, ifrazat prosesini həyata keçirir, xeyir. Bədənin istənilən yerində olur, bəli, çünki traxeya boruları bədənin hər yerinə şaxalanır. Eşitmə və səs çıxarma orqanıdır, xeyir. Yaşıl vəzlərdir, xeyir. Kitab şəkilli ağciyərlərdir, xeyir. Sualımızın doğru cavabı olur B variantı. Davam edirik növbəti sualımızla. 16-cı sualımız verilənlərdən hansı məməlilər sinfinin bütün nümayəndələri üçün ümumi əlamətdir? Süd vəzlərinin olması, bəli. Bədənin tüklə örtülü olması, bu balinalarda, delfinlərdə yoxdur. Diri bala doğma yoxdur bəzilərində, yumurta qoyanlarda məsələn. Onluğanın boyun şöbəsində 7 fəqrənin olması, yəni bizim orta məktəb dərslərinə əsasən biz bunu götürə bilərik. 4-cü, yəni 1 ilə 4 doğru cavabdır. Sonra 17-ci sualımız. Şəkildəki orqanizm üçün doğru mülahizələri seçin. Şəkildə çöl göyərçini verilib və baxaq ürəyi 4 kameralıdır, bəli. Sol yumurtalıq reduksiya olunmuşdur. Xeyir, sağ yumurtalıq reduksiya olunub. Dişləri yoxdur, bəli. Göz qapaqlarının ümumi 4-dür, xeyir 6-dır. Çiyin qurşağı 7 yox, 6 sümükdən ibarətdir. 2 qat tənəffüs edir, bəli. 1, 3 və 6 doğrudur. C variantı olur sualımızın doğru cavabı. 18-ci sualımız aşağıdakı cədvəldə bitkilər aləminin müxtəlif şöbələri üçün səciyyəvi olan bəzi xüsusiyyətlər verilmişdir. Hansının nümayəndələri rəngdaşıyana malikdir. Rəngdaşıyan yosunlarda olur bildiyimiz kimi və buradan da əgər baxırıq ki, kökü, gövdə, yarpaq, toxum, meyvə heç birisi yoxdursa, deməli bu yosundur. O da T ilə göstərilən bitkilərdir. Yəni burada elə qeyd edək, X qıcı-kimilər olar. Y hamısı varsa örtülü toxumlar olar. Z yalnız gövdə yarpaqdırsa mamır olar. T yosunlar olar. K isə çılpaq toxumlar olar. Doğru cavabımız olur D variantı. Sonra 19-cu sualımız müəyyən sayda anadonta və göl ilbizlərində olan ayaqların sayı 32-dir. Əgər onlarda cəmi 30 ədəd göz varsa, anadontaların sayını tapın. Bildiyimiz kimi göz ancaq ilbizlərdə olur. Yəni birində 2 ədəd göz olursa, ikisində olar 30. X bərabərdir 15. Yəni 15 dənə ilbiz var və ayaq dairəsində bir dənə olduğu üçün 32-dən
Deməli, 32 ümumi ayaqdır, 15 çıxarıq. Bərabər olar 17. Deməli, 17 anadonta var. Anadontaların sayını tapın. B variantı olur 17. Davam edirik. Növbəti sualımız, yəni 20-ci sualımızdır. Doğru cavabı deyir. Seçin. Kloroplast 2-yə bölünməklə çoxalma, bəli, aiddir. A variantı, A bəndi doğrudur. B, zülal sintezi, bəli, doğrudur. D, C, Matrix mitoxondriya aid olan fikirdir. Yanlışdır. 2 membranlıdır. Bəli, doğrudur. Yəni A, B və D-yə plus, C-yə minus qoyarıq. A, B, D-yə plus, B variantı olur sualımızın doğru cavabı. Keçid alırıq 21-ci sualımıza. Meyvə yanlığı nədən əmələ gəlir? Yumurtalığın divarından. Doğru cavabımız olur A variantı. İnsan ontogenezi zamanı əmələ gələn dişlərlə bağlı verilən fikirlərdən hansı doğrudur? 13 yaşında insanın üst çənəsində olan kəsici dişlərin maksimum sayı 8-dir. Xeyr, 4-dür. Bu yanlışdır. İnsanın ömrü boyu cəmi 20 azı dişi yaranır. Ömrü boyu 2 dəfə kiçik azı dişi yaranır. 8, 8, 16. Bir dəfə də böyük azı dişi yaranır. 28 edir. Bu yanlışdır. 18 yaşında insanın ağzında 12 böyük azı dişi ola bilər. 16 yaşından yuxarıdırsa, bəli, ola bilər. Bu doğrudur. Dişin dentin qatında qan damarları sinirlər olur. Xeyr, özəkdə olur. İnsanın ömrü boyu çıxan köpək dişlərinin sayı 4 ədəddir. Xeyr, 2 dəfə çıxdığına görə 8 ədəddir. C variantı olur 22-ci sualımızın doğru cavabı. Növbəti sualımız 23-cü sualdır. Şibiyyət albumunun tərkibində olan heterotrof canlı haqqında verilənlərdən hansı doğru deyil? Heterotrof canlı bunlarda göbələkdir. Doğru deyil deyirsə, hüceyrələri hüceyrə divarına malikdirlər. Bu doğrudur. Doğru deyil. Olmayanları tapmalıyıq. Plasellərə malikdir. Bu doğru deyil. Qeyri-cinsi yolla çoxalırlar. Bu doğrudur. Fagositoz etmə qabiliyyətinə malikdir. Bu ancaq heyvanlarda olur. Doğru deyil. Yəni 2 və 4 olur 23-cü sualımızın cavabı. 24-cü sualımız, hansı parazitlərin aralıq sahibi insan ola bilər? Malyariya parazitinin əsas sahibi malyariya ağcaqanadı, aralıq sahibi insandır, bu doğrudur. Öküz sualterinin əsas sahibi insandır, aralıq sahibi qaramaldır. İnsan askaridinin əsas sahibi insandır, aralıq sahibi yoxdur. Echinokokun aralıq sahibi insan ola bilər. Qaraca sorusunun əsas sahibi insandır. Yəni 1 və 4 olur sualımızın doğru cavabı. İnsanın qaçaraq 2000 kilojol enerji sərf etdiyi müddətdə 4 ilkin bakteriyadan maksimum neçə bakteriya əmələ gələ bilər? İnsan 2 dəqiqə qaçdıqda, 3 dəqiqə sürətli yeridik, 3 dəqiqə velosiped sürdükdə, 5 dəqiqə isə sürətli yeridikdə 2000 deməli 100 kilojol enerji sərf edir. Deməli, bu qaçaraq 2 dəqiqə dedik. Əgər 2 dəqiqəyə 100 kilojoldursa, X-ə olur 2000. X bərabərdir. Deməli, 2000-i 2-yə vururuq 4000, 4000-i 100-ə böləndə eləyir 40. 40 dəqiqə müddətində 4 ilkin bakteriyadan neçə bakteriya əmələ gələr? Maksimumdursa 2 nəsildir. 4-ü vurarıq. 2 üstü 2. Bu da bərabərdir. 4 vur 4 bərabər 16. Yəni 16 bakteriya əmələ gələ bilər. Davam edirik 26-cı sualımızla. Heyvanlar aləminin əksəriyyəti üçün hansı fikirlər doğrudur? Heyvanlar aləminin əksəriyyəti deyəndə tip olaraq boğmayaqlar tipi, sinif olaraq həşəratlar sinifi nəzərdə tutulur. Yəni, həşəratlar sinifi götürə bilərik. Açıq qan damar sisteminə malikdir. Bəli, tənəffüs sistemləri yoxdur, yanlışdır. Bədənləri xitinlə örtülüdür, doğrudur. İki tərəfli simmetriya malikdirlər. Bəli, boru şəkilli sinir sisteminə xeyir, düyünlü sinir sistemidir. Daxili skelet bunlarda yoxdur. 1, 3 və 4 olur sualımızın doğru cavabı. Uyğunluğu müəyyən edin. Deməli, yaşlı vəzlərə malikdir.
Bu xərçəng kimilərdir? Krevetka, yəni 1-ə A. Sonra yengəc, C. Traxeya və ağciyərlə tənəffüs edir. Bu hörümçək kimilərdir? Boz əqrəb, B bəndi ola bilər. Sonra qaraqurd, o da hörümçəkdir. D bəndi. Diri bala doğur. Diri bala doğur burada. Anadonta diri bala doğmur. Burada əqrəb qeyd eləyə bilərik. Boz əqrəb. Deməli, B variantı. Sonra anadonta heç birinə aid deyil. Yəni, düzdür, əslində burada bir variant ikisinə aid edilə bilməz. Yəni, burada yəqin ki, mexaniki səhvlik baş verib. Amma bu şəkildə qeyd eləsək, doğru olacaq. Demək, davam edirik situasiya suallarımızla. Situasiyamız nədir? Şagirdlər məktəbin həyətində bitkiləri müşahidə edərkən bəzi ağaclarda qonur rəngli qozaların olduğunu müşahidə etdilər. Müəllim həmin ağacların yarpaqlarının ömrünün 2-3 il olduğunu qeyd etdi. 2-3 il olubsa, deməli, bu şam ağacıdır. Qonur rəngli qozalar olubsa, deməli, toxumlar yetişmə mərhələsindədir, həm də dişi qozalardır. Baxın, bu qozalar cinsinə görə hansı növ qozalara aiddir? Bu, dişi qozalara aid olacaq. Qonur rəngdə olduğuna görə bu qozalarda hansı proses baş verir? Toxumun yetişməsi, yəni artıq toxum yetişib. Əgər bu bitkinin dişi qozasına mayalanmada 30 qamət iştirak etmişsə, bu zaman əmələ gələn toxumlarda cəmi neçə ləpə yarpağı olacaq? Əgər bir mayalanmada 2 qamətdirsə, 30-u 2-yə bölürük, bərabərdir 15 toxum və bunlarda 6 ləpə yarpağı olduğuna görə 15-i vurarıq 6-ya, bərabər olacaq 90 ləpə yarpağı. Sınavımızın izahından bu qədər. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. İnşallah gələn videolarda görüşənədək. Hələlik.